Huməzə surəsi Məkkədə nazil olmuşdur. 9 ayəd. Bağışlayan və mehriban Allahın adıyla. Dalda qeybət edib, üzdə tənə vuran hər kəsin vay halına. O kimsə ki, mal yığıb onu dönə-dönə sayar, çoxaldar və elə zənn edər ki, mal dövləti onu əbədi yaşadacaqdır. Xeyr, heç də onun güman etdiyi kimi deyildir. O mütləq cəhənnəmin alt mərtəbələrindən biri olan hütəməyə atılacaqdır. Sən nə bilirsən ki, hütəmə nədir? O Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb yaxar. O belələrinin, qeybətçilərin və tənə vuranların üzünə qapanıb kilidlənəcəkdir. Onlar cəhənnəmdə hündür sütunlara bağlanmış olacaqlar. Birinə haqqı və səbri tövsiyə edən kimsələrdən başqa. Belələri cənnətə nail olub, əbədi saadətə qovuşanlar.